Mən istəyirəm ki, bu universiteti bitirim. Bu hədəf deyil ki. Sənin hədəfin, ali hədəfin, ömrünün sonuna qədər yetən hədəf olmalıdır. Sən ona çatandan sonra tükənməli deyil. Elə olsa 10 ildən sonra sən hədəfsiz qalacaqsan. 15 ildən sonra hədəfsiz qalacaqsan. 1 ildən sonra hədəfsiz qalacaqsan. Əksər qarşılaşdığım tələbələrin və insanların problemi odur ki, bunların hədəfləri qısa müddətlidir. 1 illik, 2 illik. 2 illikdən sonra bitdi. Və adam ciddi bir dənə boşluğa düşür. Mən indən belə neyniyim? Sən 2 ildən sonra bu sualı verməli deyilsən. Sən həyatının əvvəlində ömrünün sonuna qədər hansı mənzilə gedəcəyin barəsində bir dənə sənin düşüncən olmalıdır. Bu bir. İkinci də dostlar, davamiyyət. Bunu bir dənə tətbiq eləsəz həyatınızda sizin həyatınız dəyişər. Öz sahənizdə dəyişər. Davamiyyət nə deməkdir? Davamiyyət odur ki, bir şeyi bir istiqamətdə davamlı şəkildə gedirsən. Elə qapı yoxdur ki, o sənin üzvə açılmasın. Ancaq davamlı döyməlisən. 1 il, 2 il, 3 il ancaq o açılacaq. Məndən soruşsaz ki, bir Rövşən Abdullaoğlu hər nə uğur qazanıbsa, qazanmağının səbəbi nədir? Mən deyərəm davamiyyət. Yəni mənim üçün B planı həyatımda olmuyor. Ən pis plan B planıdır. Çünki sən həmişə B planını eləyəcəksən. Əgər səndə bir A planı var, B planı varsa, B planı qaçış planıdır. A planı odur ki, mən bu qapıdan gedəcəm. B planı odur ki, pəncərədən və yaxud da bu qapıdan gedəcəm, arxa qapıdan. Sən əgər A, B planın varsa, sən həmişə B-ni seçəcəksən. Nəyə görə? B çünki qaçış planıdır. Arxadakı körpülərdə verdiyim örnəklərdən biri budur. Sərkərdə uğur qazanmaq üçün sahilə yan almış gəmilərini yandırdı. Çünki B planı olmasın, ancaq bir dənə plan var və dedi ki, əskərlər, bizim bir dənə yolumuz var. Düşmən üzərində qalib olmaq, ancaq irəli getmək. Qurtulmaq da oradan keçir, ölüm də oradan keçir. Bir adamın hədəfi yoxdursa, o heç nə eləməyəcək. Mütləq olaraq sənin bir həyatının hədəfin olmalıdır. Hədəf olmayan insan heç ara gedə bilmir.